kafir dövlətlərin, müsəlman dövlətləri işğal eləməklərinə bax tarix kitablarında. Nədir səbəb? Dinlərindən uzaq düşmələri. Ona görə baxsan İslam xəritəsinə qədimdə görərsən ki, dünyanın yarısı idi. O vaxt ki, səhabələr idi, təbiinlər idi, xeyirli əsr idi. O vaxt ki, bidət, xurafat, zəlalət meydana çıxdı, Allah Taala aldı o izzəti. Və qaytarmayacaq ta ki, doğru dinə qayıtmayınca. Bidəti tərk edib sünnətə dönməyincə, xurafatı, şirki tərk edib, tohidin nurundan yapışmayınca, Peyğəmbər sallallahu aleyhi və səlləm bu vəsfləri verəndə bu hədisdə bir neçə vəsf verib. Allah Taala düşmənlərinizin qəlbindən çıxaracaq qorxunu. Düşmənlər qorxmayacaq. Necə ki, qorxurdular. Çünki bilirdilər ki, bu ümmət onlara kömək gəlir Allah Taaladan. Nə qədər ki, yapışmışdılar Allah Taalanın dinindən, Peyğəmbərinin sünnəsindən,